mən Tai-Chi üzrə məşqçiyəm və bugün mən Sahib Xudaverdiyevin yanında yoga studiyasındayım. Gazeli studiyada və bizim bugün çox maraqlı söhbətimiz olacaq. Yoga özünə gedən yol haqqında. Məlumat üçün bildirim ki, ikisi 2, 3 və 4 may tarixlərində Bakıda Nine Senses Fest festivalı keçiriləcək və bu ərəfədə biz qərara gəldik ki, belə ustadlarla görüşək, ünsiyyətdə olaq, daha da yaxın olaq. Və bugün mən bilmirəm, kim kimin yanına qonaq gəlib, efiri mən açmışam, amma nəticədə sahibin yanına gəlmişəm, onun studiyasına, ona görə biz elə bir-birimizə qonaq gəlmişik. Sahib, çox şadam ki, sən bu dəvəti qəbul etmişsən. Birinci növbədə bilmək istəyirdim ki, sən ümumiyyətlə biraz özün haqqında danışasan və ümumiyyətlə bu yoga yoluna necə gəlmişsən? Dostlar, namaste. Namaste. Təşəkkür edirəm. Çox gözəl fikir oldu. Yəni belə ünsiyyət, festival qabağı. Deməli, bu əslində çox maraqlı yoldur. Mən yogaya gəlməyim. Mən keçmiş dövlət işçisiyəm. Dövlət işçisi olmuşam, keçmiş səfirli işçisi olmuşam. Yəni belə şirkətlərdə, proyekt, belə işlərlə hər zaman məşğul idim. Və həyatımın elə bir anına çatmışdım ki, artıq məni belə deyək də, material dünya tam qane edirdi. Yəni mən hər şeyi artıq əldə etmiş olmuşdum və məni artıq heç nə maraqlandırmırdı. Çox belə depressiv bir həyat tərzim var idi. Xarici dünya düzəlmişdi, amma daxili dünya hələ də tam formalaşmamışdı. Tam boşluq idi. Tam boşluq idi. Və mən elə bir zaman keçirdim, bir neçə ay. Tam belə, yəni özümü tapa bilmirdim, özümü narahat hiss edirdim. Və mənim bir rəfiqam var, o mənə dedi ki, bəlkə sən yoga ilə məşğul olasan, o sənə kömək edə bilər. Mən də dedim ki, yox da belə, yoga nədir, orada siz gedib oturursunuz belə, om falan, o mənlik deyil. Yəni bildiyiniz material dünyanı yaşayan adam idi. Mən o gülməli gəlirdim. Bu mənə bir dedi, iki dedi. Günlərin bir günü mən praktikaların birində oldum və mənim o qədər xoşuma gəldi. Mən özümü çox rahat hiss edərdim. Haradasa bir saata yaxın praktika oldu. Özümü gümrah hiss edərdim, belim açıldı, nəfəsim açıldı və mən dedim ki, mən bu... Bu mənə çox maraqlı, bu mənimdir. Bu mənimdir, mən devam etmək istəyirəm. Və mən başladım mütəmadi olaraq yoga dərslərinə gəlməyə. Deməli, şəhərdə nə qədər yoga müəllimləri var, hamının yanında olmuşam. Tələbə olaraq hamıdan nəsə öyrənirdim. Mənə həqiqətən çox maraqlı gəldi. Yəni, çox qısa bir zamanda mən bərpa oldum. Bədənim bərpa oldu, şuurum bərpa oldu. Mən artıq başladım pozitiv düşünməyə, xoş emosiyalarla yaşamağa. Və mən gördüm ki, həqiqətən yoga müasir insan üçün bir terapiyadır. Yəni, sən tam olaraq bərpa olursan. Və düşündüm ki, nəyə görə mən özüm bu fəlsəfəni öyrənim və başlayım təbliğ etməyə. Çünki mənim kimi bu şəhərdə minlərlə, yüzlərlə insanlar var. Hansılar ki, mənim vəziyyətimdədirlər, müəyyən boşluqdadırlar. Tələbat var. Tələbat var. Böyük tələbat var. Və başladım daha dərindən yoqada öyrənməyə, fəlsəfəsinə girməyə, sonra izləyicilərim başladı artmağa. Mənə çox vaxt deyirlər ki, sən yoga müəllimisən, mən də dedim ki, yox, mən yoga müəllimi deyiləm. Ola bilsin, biraz belə oxşayırdım. Xarici gəlmişdə. Hə, bundan oxşayırdım yoga müəlliminə. O qədər dedilər. Axırda mən qərar verdim, gedim Hindistana.
Rişikeş şəhərinə bütün o məlumatları öyrəndim, tapdım. Rişikeşdə yoga təlimlərini keçdim, çox möhtəşəm bir məktəbdə. Ondan sonra mən başa düşdüm ki, yoga nədir? Mən Azərbaycanda olanda belə deyil də, əgər yoga 1000 addımlıq bir yoldursa, mən Azərbaycanda onun 1 addımını və yaxud 2 addımını etmişdim. Və Hindistanda mən başa düşdüm ki, yoga nədir və onun yəni əslində necə olmalıdır, bütün o nəfəs texnikaları, enerji nədir, onunla necə işləyirlər, yəni bütün o texnikaları çox həvəslə öyrənirdim, pranayamalar, mantralar, o inanılmaz günlər idi mən Hindistanda oxuyanda. Və ondan sonra qayıtdım ölkəmə. Yeni enerji ilə, yeni biliklərlə başladın onu tətbiq etməyə. Bəli, bəli. Və çox uğurlu alınır məndə. Hər gün məndə bir irəliləyişdir. Böyük addımlarla irəliləyirəm. Çünki həqiqətən sevə-sevə edirəm. Yəni, mənim həyat tərzimdir. Mən özümü başqa bir yerdə görmürəm, görməyi də istəmirəm. O qədər bu dalğadayam, bu meditativ bir haldayam gün ərzində və mənim üçün əsl mükafat o insanların mənə dedikləri xoş rəylərdir. Onlar necə, bilmirəm, birinin beli düzəlir yogadan sonra. Mən aylarla müalicə edirəm, amma 15 gündür yoga edirəm, mənim artıq belim düzəlir və yaxud neysə sinir sistemim sakit olub, əsəbi deyirəm, bu necə olur. Mənim dərslərimdə insanlar kimyəvi dərmanlardan azad olurlar. Çox elə hadisələr var və yaxud qız gəlir, panik atakdır. İllərlə keçmir. Yoga nə möcüzə göstərdir, bədənə necə təsir göstərirsə, yəni insanlar həqiqətən fiziki bədən, şuurumuz və ruhumuz bərpa olur. Çox maraqlıdır ki, indi mən hal-hazırda 2 il yol gedirəm. Mən də həm şirkətdə işləyirəm, şöbə rəisiyəm, həm də bankda işləyirəm, həm də tai chi ilə məşğulam. Amma mən də təxminən tai chiyə gələndə o hansısa hissləri o keçirdiyim enerji doluluğu, yəni sağlamlığın bərpası və s. və o həqiqətən şuuru dəyişən bir şeydir. Və tez-tez tai chiyə Çin yoqası deyirlər. Mən deyirlər ki, Çin yoqası ilə məşğulsan, mən artıq indi sübut kimi, yəni sübutla da işlə demirəm, sadəcə deyirəm ki, hə, adasa ona oxşar bir şeydir. Həqiqətən bizim, belə deyək, hesab edirəm ki, yolumuz birdir. Sadəcə ona yanaşma müxtəlif bu üslublarda, sadəcə fərqli yollarla gəlirik. Və effektlər də haradasa oxşarlıq haradasa var. Çünki mən özüm hansısa problemləri həll eləmişəm özümdə, sən bel dairəsində problem və s. Və şagirdlər də artıq başlayanda müalicə olunmağa, mən də uxlandım. Dedim ki, mən bunu təbliğ etməliyəm, mən də bunu inkişaf etdirməliyəm. Bu texnikalar həqiqətən insanlara müsbət təsir edir. Hətta bizdə İlhamiyə xanım var, Şirinova, hansı ki yoga ilə məşğuldur. Ümid edirəm ki, bizə qulaq asır. Biz onunla belə balaca bir tandem düzəltmişik və bizim qrupla həm yoga ilə, həm tai chi ilə məşğuluq. Amma mən onun məşqindən də vaxtında çatanda o məşqə mən də qatılıram, yəni məşq edirəm və o çox gözəl nəfəs meditasiyaları var. Bəli, nəfəs meditasiyaları daxili. İlhamiyə xanım, sizə salamlar. Amma yoganın müxtəlif istiqamətləri var və bir çox hallarda bir çox insanları bu çaşdırır. Ümumiyyətlə, yoganın strukturu nədir? İstiqamətlər nədir? Üslublar varmı? Biraz tarixdən zəhmət olmasa danışardım. Hansı yoga üslubları var? Bilirsiniz, ümumiyyətcə qədim sutralar, ən birinci yaranan yoga Hatha yogadır. Shivanın rəqsi, kainatın rəqsi və ondan sonra şaxələnir, bütün yüz illər keçir, min illər keçir, Patanjali'nin sutraları, o 100.000
1100 məktəb olub Hindistanda o vaxtı, müxtəlif şaxəli yoqalar. O götürüb hamısını birləşdirib, çox belə lakanik bir kitab ərsiyə gətirib. Yoqanın növləri çoxdur, misal üçün. Aştanqadır, orada kundalinidir, onlarla elə deməli istiqamətləri var. Ümumiyyətcə mən elə düşünürəm ki, yoqada ən önəmli olan o sənin enerjindir. Bunu mən sizin sualınıza da cavab verəcəm. Əsas enerji nəyə görə enerjidir? Çünki əgər sənin daxili dünyan biraz problemlidirsə və yaxud özün hələ tam özünü tapmamısan, əlbəttə ki, sən verdiyin dərslər, əgər sən yoga müəllimisənsə, sən onu translate edirsən, keçirdirsən. Bəli, yönəldirsən insanlara. Hə, əlbəttə, yönəldirsən tələbəyə və sənin tələbən artıq sənin dərsindən gedən halda o özünü biraz yorğun hiss edir. Çünki sən o enerjini, o mənfi enerjini köçürtdün ona. Yəni özündə problem varsa, sən həmin problemi yönəldirsən ona, belə deyək. Əlbəttə. Yəni sən birinci özünü şəfalandırmalısan. Əgər sən praktiksansa, yogasansa və yaxud hansısa bir enerji ilə işləyən insansansa. Bu çox önəmlidir. Ümumiyyətcə, yogadan sonra tələbə özünü bilsin necə eləməlidir. Enerji dolu, yüngül, rahat. Qətiyyən, yəni bu yoga bir fəlsəfədir, o pilates deyil və yaxud neysə zal deyil ki, sən orada ağzını fitness deyil, yəni onun ancaq bədən tərəfi yoxdur, onun həm də fəlsəfə və meditasiya daxildə gedən proses var. Dərsdən sonra sən enerjin qalxmalısan, özünü çox rahat hiss eləməlisən. Bu üsulların biridir, necə sən yoga müəllimini, öz yoga müəllimini tapırsan, haradakı sizin enerjilər üst-üstə düşür. Nəyə görə bu baş verir? Ümumiyyətcə, mən hər zaman deyirəm ki, fiziki bədən aktiv olmalıdır, hərəkətdə olmalıdır. Fiziki bədən aktiv olmayanda bütün problemlər başlayır. İnandırım sizi, İlqar bəy, bütün nə problemlər varsa, şuuraltı, həyatda, şəxsi həyatda, qonşularla, işdə, bütün problemlər əgər fiziki bədən rahat deyilsə, o gündəlik, belə deyək, öz hərəkəti, yükü almırsa, insanda degradasiya gedir. Kanallar bloklanır sadəcə, yəni blokdan... Gic-gic fikirlər gəlir, sən bilmirsən nə yiyəsən, oturursan maşına bilmirsən hara gedərsən, baxırsan imkanın da var, şəraitin də var, amma boşsun. Çünki... Məqsədsiz həyat. Məqsədsiz bir həyat. Ona görə biz çox önəmlidir, fiziki bədəni gündəlik olaraq hərəkətə gətirək. Heç olmasa həftədə 3 dəfə biz normal tərləməliyik. Fərqi yoxdur, sən yoganı evdə etdin və yaxud studiyada etdin, amma sən mütləq onu etməlisən. Bədənin açılmalıdır, sinir sistemi, bütün nə qədər bizdə sistemlər var. Mən həkim deyiləm, 11-ə yaxın deyəsən sistem var. Endokrin sistem, sinir sistemi, qan sistemi, nəfəs sistemi və s. Əlbəttə, bütün o sistemlər aktivləşirlər. Sən bədəni hərəkətə gətirəndə. Tam olurlar, birləşirlər bir-birinə. Bəli. Sən çox baxırsan ki, doğrudan da sən artıq uğurlu olmağa başlamısan. Hətta sənin yaxından səni tanıyan insanlar deyir ki, sənə nə olub? Bunu yogada tez-tez insanlar görür də. Yəni sən bir həftə öncə biraz gərgin idin, belə qaşqabaqlıydın, aqressiv dalğadaydın. Amma indi belə gəlirsən, xoş, gülərüz. Səni tanıyan adamlar deyir ki, sənə nə olub, hara gedirsən? Nə qəbul edirsən? Nə qəbul edirsən? Və yaxud bir hansı sektora düşmüsən? Cahillik. Okey, yəni çox önəmlidir fiziki hərəkətlər. İnsanlar ümumiyyətcə çox az hərəkət edir. Biz elə bilirik ki, o klasik bulvarda 10.000 addım bizə kifayətdir. Xeyr, o sadəcə olaraq bir zapuskadır. Yəni, neyinsə dadına baxmış kimi olur.
Hə, əzəllər o dərəcədə yük almır və onun yəni daxili işi yoxdur. Hə, əlbəttə, daxili iş olmalıdır. Heç bir hərəkət etməyən insan onu da sözsüz eləsə faydalıdır. Çünki orada 5 hissiyat orqanı aktivləşir, qulaqdır, gözdür, nəfəsdir, o da lazımdır. Amma mən tövsiyə edirəm, yəni əgər sənin üçün bugün əziz izləyici, həyatın dəyərlidirsə, sən şux, normal qocalmaq istəyirsənsə, çünki qocalmaqdan qocalmağa fərq var. Təbii. Əlbəttə, biz hamımız istəyirik, sözsüz elə qocalaq ki, biz 60 yaşında da, 70 yaşında da tam belə o jurnallarda gördüyümüz aktyorlar kimi olan, niyə görə də yox. Yəni, əgər biz bu şeyləri istəyiriksə özümüzə dəyər veririksə, biz mütləq fiziki bədənimizi hərəkət etdirməliyik. Yəni, yoqanı salmalıyıq həyatımıza. Nəyə görə yoga? Çünki yogada o biraz kompleks, elə bir ki, kompleks kimi gedir. Orada nəfəs də var, orada pranayamalar, sən orada həm bədən işləyir, asanalar, meditasiya, yəni çox həqiqətən faydalıdır. Bütün sistemlərə təsiri var və mən fikirləşirəm ki, yəni bu vərdiş olan bir anlayış var. Yəni biz fikirləşirik ki, mənim vaxtım yoxdur nəsə eləməyə. Amma yavaş-yavaş gündəlik 10 dəqiqədən və s. Yəni biz deyəndə ki, hansısa məşqə insanları cəlb edəndə mən həmişə deyirəm ki, şərt deyil ki, siz səhər durub saat yarım məşq edəsiniz. Bir dənə Çin ustadların bir dənə sözü var, deyir, hər gün 20 dəqiqə məşq, həftədə 2 dəfə saat yarım məşqdən daha faydalıdır. Yəni, gündəlik üzərində iş, gündəlik bədənin üzərində iş. Və bir dənə sualım var, bəs hansısa nümunələr, hansısa şagird ya kimsə, kim ki bu sənin dərsindən keçib və fayda alıb, nədənsə sən nümunə gətirmişdin ki, bel ağrısı keçib, hansısa problem olub, ondan xilas olunub, yəni sağlamlıq problemlər. Hansısa nümunələr varmı? Bir xanım var idi, mənim yanıma gəlirdi. Mən onda bulvarda açıq havada praktik edirdim. Xanım əməliyyat olmuşdu, onkologiya, yəni bir qolu qalxmırdı. Burada mesela orada kesintilər var idi, qolu qalxmırdı. O yogaya gələndən sonra haradasa təxminən bir ay, bəlkə də biraz daha az. Onun qolu tam qalxırdı. Həkim ona demişdi ki, sən qətiyyən o yoga hərəkətlərini etmə, orada nəyisə dartılar, nə olar. Amma o gəlirdi, inanırdı. Yəni, onun əhval ruhiyyəsi açıldı. O yeni gələndə çox belə çiynləri aşağı, ruhdan düşmüş, çox ruhdan düşmüş, belə yorğun bir halda idi. Amma çox həqiqətən qısa zamanda adamın ruhu yeniləndi, rəngi dəyişdi, çox belə pozitivləşdi. Mən ümumiyyətcə gördüm ki, həqiqətən çox maraqlı insandır, çox istedadlı insandır, çox xoş insandır, amma həyat onu necə də sıxmışdı belə. Və o öz şəfasını yogada tapdı. Və bu bir önəmli məqama toxundum, inam. Çünki mən fikir edirəm ki, kim inamla gəlir məşqə, elə bir ki, niyyətlə gəlir. Çünki enerjini aparan niyyətdir. Əgər mən məşqə gəlirəm və inanıram ki, bax, mən bunu eləyib və faydasını görəcəm, o nəticə daha da yüksək olur, daha da güclü olur. Bir mənalı. Çünki Çinlilər deyirlər ki, fikir hara, enerji olar. Ona görə həm də, məsəl üçün, bizdə də belə nümunələr olub, bir də mənim şagirdim olub, onun belində problem vardı. Hətta o məşqə korsetlə gəlirdi. Əməliyyat da təyin olunmuşdu ona, amma o dedi ki, mən inanıram ki, bu mənə kömək edəcək Tayşi. Biz bana Tayşi ilə başladıq məşğul olmağa, 3 aydan sonra o korseti çıxartdı və 8 aydan sonra tam olaraq beli sağladı. Yəni, o heç bir əməliyyata getmədi. Ona görə inam çox önəmlidir. Çox önəmli. Həqiqətən.
Və sənin indi dərslərin necə keçir, nə formatda keçir? Biz indi gözəl bu studiyadayıq, Qazelli studiyasında, amma mən bilən digər yerlərdə də məşqlər var, ya hansısa festival biz bilirik, hansı açıq dərslər keçir, harada keçir? Mən Nine Sense-lə dostam, onlarla bərabər layihələr edirik, gələcəkdə maraqlı layihələrimiz var, retreatlər edəcəyik, rayonlarda, hətta belə yəni başqa yerdə mən dərs demirəm, bir də ki, studiyamda həftənin 1-ci, 3-cü, 5-ci günləri səhər vaxtı, bir də axşam vaxtı mənim dərslərim var, öz qruplar var, belə biz bir-birimizə çox bağlıyıq qrupla, çünki onlar mənim enerjimi almasalar çox belə həqiqətən narahat olurlar. Bir dəfə elə oldu ki, dərsə gecikdim, adamlar həqiqətən gərginlik keçirdilər. Çünki orada müəyyən ruhsal bir bağlılıq var. Bəli. Tələbələrlə. Müəllim tələbə arasında. Bəli. Bunu, siz bu hisslər heç bir pul, heç bir dəyər yoxdur ki, bunu yəni əvəzləsin. Çünki şagirdlər belə yerə gələndə, ümumiyyətlə, şagird müəllimi tapanda, həmin o qapıdan içəri gələndə o saat rahatlayır. Yəni bu fikir ki, mən gedirəm məşqə, artıq insanı rahatlayır, sakitləşdirir. Qabaqdan o fikri oraya yönəldir və artıq sanki oradadır. Düzdür. Və fikri ona apararkən, özü də buna gələrkən təbii ki, rahatlaşır. Ümumiyyətlə, hansı belə planlar var? Sən mütəmadi olaraq özün dedin ki, masterclass keçirirsən, açıq dərslər. Əsasən onlar keçir, deyəsən, Nine Sense-də, düzdür, Sibrizdə. Bəli. Burada studiyada, Qazellidə deməli, müxtəlif yoga müəllimlərindən mənim işbirliyim var. Biz bərabər çalışırıq. Misal üçün, Kundalini yogası var, Face yoga var, Hatha var, Ashtanga, Garmonalni yoga var. Kısaca bu Azərbaycanda yeganə studiyadır ki, halbuki belə bir yoga növü var. Yəni, belə bir işbirliyimiz var. Sonra masterclasslar keçir, həftə sonları on-chantinglar olur və Nine Sense-lə biz bərabər müxtəlif layihələr edirik. Yeni başlamışıq və inanırıq ki, bu şəhərdə daha çox insanlar yoganı sevməyə başlayacaqlar və sağlam olmağı seçəcəklər. Çox önəmlidir. Belə bir məqam da var, mən onu qeyd eləmək istəyirəm. Ara sıra mən eşidirəm və yaxud nəsə yazırlar, deyirlər ki, mən yoga ilə məşğul, tanış oldum, getdim hansısa müəllimin yanına, misal üçün, amma heç xoşuma gəlmədi. Bilirsiniz, o bir nəticə deyildir, yəni nəticə çıxarmır ki, siz hansısa bir müəllimin yanında olmuşsunuz. Özdə bir dəfə. Hə, özdə bir dəfə. Yəni, elə deyil, ola bilsin o adamın enerjisi sizə düşməyib. Yəni, mütləq dəniyin, başqalarını da dəniyin. Özünüzdə belə kompleks yaratmayın. Və yaxud deyirlər ki, mən yogaya gəlmək istəyirəm, amma mən siz elədiyiniz hərəkətləri edə bilmərəm. Ona görə mən dedim ki, məndə kompleks var, mən gəlmirəm. O da elə deyil. Çünki birincisi, biz belə deyək də, neysə çətin asanaları adi praktika vaxtı etmirik. Yəni, hər şey yavaş-yavaş baş verir. Hə, əlbəttə, orada müəyyən daha rahat proqramlar var, yeni başlanğıclar üçün. Yəni, belə, çəkinməyin. Əsas odur ki, əgər siz istəyirsinizsə, onu denəməlisiniz. Bəs indi biz bu belə deyək, dərsi mənimsəmək adasa vaxtı mövzusuna gəlmişik. Var hansısa bir vaxt zaman dövrü ki,
insan o yoqanın heç olmasa hansısa minimal başlanğıc kompleksini mənimsəsin. 1 ay, 2 ay, 3 ay. Yoxsa o individual olaraq hər insandan asılı olan bir şey. Tam individualdır. Çünki bizim baxış bucaqlarımız fərqlidir, hər şey fərqlidir. Elə insan var ki, hansısa bir məqsədinə 2 il ərzində çatır. Elə insan da var, baxırsan, 1 aya o 2 il gördüyü işlər görən insanın nəticəsini artıq verdi. Və çox vaxt insanlar şokda olur ki, belə qıcıq olur. Bu necə oldu? Mən 2 ildə onu edirəm, bu 1 aya gəldi, etdi. Hətta məndən də çox tanıdım, məndən də çox onun haqqında danışırlar, gündəmdədir. Yəni bu şeylər normaldır. O baxır, siz oraya nə qədər enerji sərf edirsiniz, nə qədər orada diqqətinizi, istəyinizi, nə qədər inanırsınız Tanrınıza ki, o sizdə alınacaq. Bu şeylər hamısı individualdır. Hamısı individual. Sözsüz. Hansısa praktika varmı belə qısa bir dənə hansısa praktika, hansı ki belə indi nümayiş eləmək olar? Nəfəs praktikası ya da bədən praktikası, hansını ki bax gündə 2, 3, 5 dəqiqə hər insan edə bilər. Hansısa bir praktika. Baxın, ümumiyyətcə meditasiya bizim şuurumuz üçün, həyatımız üçün çox önəmli bir amildir. Mən indi meditasiya haqqında danışmayacağam. Sadəcə olaraq meditasiya etmiş olsanız, onun bizə faydası çoxdur. Çünki bizim gün ərzində biz böyük şəhərlərdə yaşayırıq. Maşınların sesi, vibrasiyası, insanların aqressiyası, müxtəlif problemlər, səndə olan problemlər, bilmirəm, aləm qarışır bir-birinə. Və sənin şuurun elə bir titrəşimə qalxır ki, sən artıq gərgin olursan, sən artıq başlayırsan xəstələnməyə, psixologlara müraciət edirsən, səni evdə tanımırlar artıq sənə, nə olub? Yəni, bütün bu problemlər belə başlayır. Zaman keçdikcə o artıq kömür olur, kliniki nəsə bir diaqnozlar qoyurlar sənə. Çünki bədən qisas alır. Sən ona çünki düzgün qulluq eləmirsən, o da səndən qisas almağa başlayır müəyyən xəstəliklərlə və yaxud nəsə problemlərlə. Meditasiya çox önəmlidir. Çünki biz meditasiya etdiyimiz zaman beynimizdə olan titrəşimin dalğasını azaldırıq. Və insan... Fikir axını azalır. Bəli. Sən daha təmkinli olursan, sən daha sakit olursan, səni heç kim belə özündən çıxarda bilmir, daha diqqətli olursan, yaddaşın düzəlir. Orada biz proseslər... Spektr böyükdür. Çox böyük bir spektr var. Daha güclü olursan və şuurun, yəni sən tam olaraq bərpa tapırsan. Və əlbəttə ki, gün ərzində də o baş verən stresli, gərginli hallar səni elə ki, o qədər də təsir edir. Təsir edir. Biz elə insanları hətta ara sıra görürük, amma onlar bir var ki, sən şuurlu o yolu seçirsən, amma bir də var ki, şuursuz. Asozunun, yasozunun. Bəli, bəli. Və elə adamlar var, onlar şuursuz, amma artıq meditativ bir halda olurlar. O insanları çox vaxt cəmiyyətdə biraz qıcıq gətirirlər. Çünki biz onlara deyirik ki, arsızdır. Dünya ələm vecinə deyil. Həqiqətən o insanlar xoşbaxt olurlar, baxın, onlar hər zaman təbəssümdə olurlar. Nə baş verirsə, okey də baş versin. Yəni, zaten zaman budur. Biz nəyə görə, hər şeyə görə narahat olmalıyıq. Mən ümumiyyətcə, o xəbər postlarıdır, nə bilim, filan kes belə oldu, körpü açdı, dava oldu. Mənə o maraqlı deyil. Hətta zərzəli olanda bu yaxınlarda mənim bir rəfiqəm mənə zəng vurdu. Tez pasportumu götürdü şaşana, günahlar uçur. Mən də yatmışam, deyirəm ki, nə olub sənə gəmirə? Niyə məni yuxudan durur? İstəsən belə, yəni bəlkə bir aşağı çata bilməyəcəm, yəni vaxt yoxdur, yəni olan olacaq. Əlbəttə, yəni mən bunu sadəcə olaraq, nümunə olaraq çəkirəm. Yəni biraz titrəşimi azaldar, biraz sakit olaraq. Onda insan, bilirsiniz, hətta biz
səhvlərin sayını da azaldır. Meditativ insan o özü sakit olduğu üçün titreşimi azaldır və o qarşındakı olan insanı daha aydın görür, daha şəffaf görür. O insana daha çox qulaq asır. Bəli, o da çünki diqqətli olur. Onunla baxır, onu şəffaf görür. Çox qəribədir. Və hətta o qarşısında oturan insan ona neysə, hansısa məlumatı düzgün ötürmək niyyəti olsa da, öyle bir ki, onun aurası onu biraz çəkir verər. Deyir ki, bunda neysə qəribə insandır da, yəni bütün, yəni ancaq faydası var. Mən dedim ki, meditasiya haqqında danışmayacağım. Amma hamısı meditasiya haqqında danışdım. Fayda, mən, baxın, pranayamalarda ən sadə, ən belə bazadır. Nəfəslərin biri aniloma-vilomadır. Onu Nadi Şotxan da adlandırırlar, kim necə eşidir. O həqiqətən bizim bədənimizdə axan enerjini düzgün tənzimləyir və düzgün həmən o prananı düzgün kanallara salır. Mən onu hər zaman tövsiyə edirəm. Kimdə ki, müəyyən gərginlik var, stres, işdə də onu edə bilərsiniz. Mən o texnikanı sizə göstərəcəm. Hətta, misal üçün, siz təyyarədəsiz, sizə müəyyən qorxular gəlir, panik atakın nəsə əlamətlərini hiss edirsiniz, ürəyiniz tez-tez döyülür. O nəfəsi etdiyiniz zaman siz enerjinizi təmizləyirsiniz, bədən sakitləşir, şuur sakitləşir və həqiqətən onun faydaları aşırı dərəcədə çoxdur. Mən heç 2%-nə 1%-nə toxunmadım. Siz də oxuyun, maraqlanın, aniloma-viloma nəfəsi, istəyirsiniz onu. Eləyək, praktiki olaraq eləyək. Mən göstərdim. Hə, əlbəttə, mən məlumatsızam. Mən sadəcə şagird kimi sizə baxıb, hamı ilə birlikdə eləyəcəyik. Qoşulun, dostlar. Biz sol əlimizi tam olaraq uzadırıq. Əlimizi qattalı saxlamırıq, çünki əlimizi düz saxlayanda enerji axımı düzgün gedir. Yəni, Gyana mudrada saxlayırıq barmaqlarımızı, baş barmağımızdan bitişdiririk. Belimizi düz saxlayırıq, qamətimiz düz olmalıdır. Çünki enerji bizdə yatır kök çakrada və biz belimizi düz saxlayanda, qamətimizi düz saxlayanda biz kanalı artıq düz saxlayırıq və şərait yaradırıq ki, enerji qalxsın yuxarı. Sağ əlimizi deməli, iki barmaqla qatlayırıq. İki öndə olan barmağı. Və burnumuzu sağ dəlini, sol dəlini açıb bağlayacağıq. Misal üçün, indi sol tərəfi bağlayırıq və dərindən nəfəs alırıq sağ tərəfdən. Nəfəsi tam aldıqdan sonra sağ tərəfi bağlayırıq baş barmağımızla. Sol tərəfdən nəfəsi buraxırıq. Yenidən sol tərəfdən nəfəsi tam alırıq. Nəfəsi tam aldığımızdan sonra sol tərəfi barmağımızla sıxırıq. Sağ tərəfdən nəfəsi buraxırıq. Və belə davam edirik. Hər birimizin nəfəs uzunluğu individualdır. Siz bu nəfəsi 20-30 təxminən nəfəs verib alsanız hər tərəfdən, artıq görəcəksiniz ki, necə də siz bədəniniz rahatladır, şuurunuz rahatladır, özünüzü yaxşı hiss edirsiniz. Çox faydalı bir üsuldur pranayamadan. Ümumiyyətlə, biz sizlə ikimiz də enerji üzərində işləyirik və bu dediyiniz bu vəziyyət, elə bir ki, bu praktikadan sonra hansısa proseslərə, həyata baxış bucağı dəyişir. Həqiqətən insan
fərz edək ki, bax, bu pranayamanı hələ ki biz sadəcə göstərdik 1-2 dənə nəfəs, amma təsəvvür edin ki, siz bunu 3-4-5 dəqiqə eləyəndən sonra, beyin tam rahatlayandan sonra, demək olar ki, gərginlik aradan qalxandan sonra sadəcə təsəvvür edin ki, vəziyyət necə olacaq? Möhtəşəm olur. Məsələn, şəxsən mən Tai-Chi'yə gəlməmişdən qabaq çox melanxolik bir insan idim. Məsələn, mən gəlirdim evə, evdə su olmayanda deyirdim ki, bəxtimə bax da, mən evə gələndə suyu söndürürlər. Təsəvvür edin, yəni baxış belədir. Yəni mənim bəxtim yoxdur. Mən evə gələndə suyu söndürürlər, işığı söndürürlər. Bu həmişə mənim başıma gəlir. Bax, belə vəziyyətdə, belə xarakterli bir insandır. Və praktikadan sonra, sizin kanallarınız açılandan sonra, siz rahatlayandan sonra tam başqa bir baxış yaranır. Çünki siz artıq, belə deyək də, biz sizinlə bir küçə ilə gedirik. Mən küçəyə baxıram, deyirəm ki, bu nə küçədir? Ora dağılıb, bura dağılıb. Yəni, normal iş, gözəllik yoxdur burada. Amma siz küçəyə baxırsınız və ondan ləzzət alırsınız. Deyirsiniz ki, nə gözəl burada ağaçlar var, quşlar oxuyur. Yəni, siz tam başqa bir şeyə fokuslanırsınız. Yəni, ona görə belə ümumi anlayış var, yin-yang, o ağ və qara işarəsi. Və insan ya ağa fokuslanır, ağ tərəfə, ya da qara tərəfə. Çünki bu həmişə hər situasiyada, hər küçədə mütləq şəkildə hansısa yolda çökək ola bilər, məsəl üçün yol əyri ola bilər, düz ola bilər, yəni heç bir ideal küçə yoxdur. Hətta mən qabaq kinolarda, Amerika kinolarında fikir vermirdim. Biz kinolara baxanda xaricə ideal kimi bir şey kimi baxırıq. Amma indi kinolara baxıram, görürəm ki, hansısa kino göstərirlər Amerika küçəsini, görürsən ki, bütün yol yamaq-yamaqdır da, yəni, və aktyorlar gözəldir, hər şey, yəni, action var, hər şey süperdir. Amma küçəyə baxırsan, görürsən ki, küçə elə o qədər də ideal deyil. Yəni, bu, hər yerdə, bütün dünyada normal bir şeydir. Bu, kainatda olan qanun belədir ki, həm müsbət var, həm mənfi var və siz praktika edəndə siz daha çox müsbəti görürsünüz, daha çox ora fokuslanırsınız. Nəinki mənfiyə. Mən də əslində pis xəbərlərə baxmıram. Hətta əlinizdə telefon olanda o lent ki gedir, filan yerdə filan kəsi öldürdülər, filan şey yandı, filan şey patladı. Onu oxumaq mənasızdır. Çünki bilirsiniz niyə? Siz o situasiyaya artıq kömək edə bilmirsiniz. O artıq baş verir və sizin orada heç bir rolunuz yoxdur. Hətta bir dənə belə texnologiya var, məşhur kitab var. Uğurlu insanın 7 effektiv addımı, effektivliyin 7 addımı. O da bir dənə nümunə var, deyir ki, siz var təsir dairəsi, yəni siz bu hadisələrə təsir edə bilərsiniz. Məsələn, siz məşq apararkən, yoqanı, yəni hamıya, cəmaata çatdırarkən, siz onları daha yaxşı edirsiniz. Daha da müsbət yola gətirirsiniz və s. Ona daha da sağlam olur. Siz onları dəyişərkən, haradasa yox, dəqiq kainatı, dünyanı, ətraf mühiti dəyişirsiniz. Seçim hər zaman bizimdir. Bəli. Və seçimi, siz qeyd elədiyiniz kimi, yin-yang, ağ və qara tərəf, hər zaman biz çalışmalıyıq, ağ tərəfi seçək. Çünki, bilirsiniz, həyat əslində çox qısadır. Belə bir söz var, o söz mənə hər zaman motivasiya edir. Deyir ki, əgər sənin, misal üçün 40 yaşın varsa, sənin artıq 25 dənə ya 30 dənə yay qalıb görəsən, və yaxud qış qalıb görəsən və biz onu oturub düşünəndə belə adama təsir edirkən, doğrudan da həyat çox qısadır. Ona görə çalışın hər zaman özünüzü pozitivə kökləyin. Heç vaxt kimdənsə mən qısa salım, yox, belə bir şey yoxdur. Əgər kimsə sizə nə istəyirsə, Tanrı sizə hansısa bir dərsi vermək istəyir və o insanın vasitəsilə siz o dərsi verir. Siz nə görə qısa salmaq istəyirsiniz? Özünüzü dayda o karmaya qatırsınız. Çünki özünüzü narahat hiss edəcəksiniz. Bədən biraz da
bağlanır, kapanır, çakralar, onların enerji mərkəzləri bloka düşür. Bəli, onlar rahat hərəkət etmirlər. O səbəbə görə yalnız pozitiv, yalnız xoş elə yaşamaq lazımdır. Mən insanlar tanıyıram, hansılar ki artıq yuxudan yorğun oyanırlar. O qədər onların... Xroniki yorğunluq sindromu deyirlər ona axır vaxtlar. O çox belə məşhurdur da axır vaxtlar. Məşhur vaxtlar, bəli. Yəni adam fikirlərlə yatır, fikirlərlə də durur. Sözsüz o insanın növbəti günü uğurlu olmayacaq. Timboli əgər o yuxudan həmdə gec oyanır, artıq günün önəmli hissəsini biraz qarşılamış olur. Çünki səhər məşq üçün ən faydalı vaxtdır. Yəni səhər vaxtı həm ağciyər aktiv olur, onun müəyyən saatları var, aktiv olan saatlar. Ümumiyyətcə şuurumuza, yəni hər səhər durmaq özü bir terapiyadır. Yoqada qidalanma necə olmalıdır? Ümumiyyətcə qidalanma çox individual bir istiqamətdir. Əlbəttə ki, biz yüngül satvik yeməklərlə qidalanmalıyıq. Bir mənalı ətli çalışmalıyıq, maksimal dərəcədə həyatımızdan uzaldaq. Nəyə görə də, yəni biz hansısa canlının, belə deyək, onun canlı alırlar, biz onu yeyirik, o artıq bir karma sayılır, mən elə düşünürəm. O hətta bizim bədənimizə də, misal üçün, əgər siz ət qəbul edirsinizsə, sizin bədəniniz elastik olmayacaq. Hə, elastiklik daha çox ərsiz daha əlbəttə, yəni orada müxtəlif proseslər gedir. Mən başa düşürəm, bizim gözəl mentalitetimiz onu tam əksini deyir, çünki əsrlər boyu o alqışlanır, ət yemək əlbəttə ki, çətindir, amma çalışın heç olmasa biraz onu azaldın və yaxud şuursuz heyvanların ətini yeməyə daha çox meyilli olun. Misal üçün, əgər siz mal əti xoşlayırsınızsa, çünki mal o tam olaraq şuurludur. O Hindistanda ana sayılır, həqiqətən ona sitayiş edirlər hətta. Bəli, çox ağıllı bir heyvandır və onu insanlar, yəni misal üçün qoyun ondan daha sayılır da. Balıq da var, məsələn, balıq ondan da, sonra gəlir toyuq, sonra gəlir balıq, balıqdan sonra gəlir yumurta, bir də ikra. Get-gedə azalır. Hə, get-gedə azalır. Misal üçün, heç olmasa meyilli olun, neysə, qoyun və yaxud toyuq, onu da azaldır. Mən uzun zamandır yalnız yumurta ilə qidalanıram. Bir də ki, balıq ara-sıra, mən balığı xoşlayıram. Amma balıq yediyiniz halda da yağlı balıqlar olmalıdır. Misal üçün, salmon, yəni belə balıqlar olmalıdır. Çünki onun yağları çox faydalıdır bizim orqanizmimizdə. Ona görə o yağlar biraz tabletka formasında içilir, yəni o yağlardan yəqin söhbət gedir. Hə, yağlı balıqlar çox. Omega mikro makro elementlər onlarda çox bədən. Çünki ümumiyyətcə bizim hüceyrələrimiz onlar yağdan ibarətdirlər, onlar sudan deyirlər. Və biz düzgün yağları qəbul etdiyimizdə biz hüceyrələrimizi qidalandırırıq, onları daha gözəl edirik. Özdə yemək tərzi həm də sizin əhval-ruhiyyəyə də təsir göstərir. Çünki siz demiş, individual yanaşma da çox faydalı, mütləqdir. Çünki insan var ki, belə deyək də, bir çörək yeyir tam olaraq, amma kökəlmir, tərcələyir. Amma insan var ki, ancaq çörəyi iyi yeyir, o saat kökəlmir. Yəni o dərəcədə individual bir formadır ki, yəni qida. Onu bir mənalı birdən nəyisə atmaq, hər şey tədricən eksperiment edərək, özündə yoxlayaraq və bir də intuitiv yemək məsələsi var. Məsələn, belə olur ki, mən hiss edirəm ki, baxıram buna və
təsəvvür edin ki, mən bunu yedim, mən nəsə pis hissiyatlar gəlir. O deməkdir ki, bu yemək mənlik deyil. Bədəninizi dinləmək lazım. Yəni hə, amma bədəni dinləmək o məqamda məncə ola bilir ki, yəni siz praktika edəsiniz. Çünki bədən gərək təmiz olsun ki, artıq cavab versin sualınıza. Mən bunu yiyeyim, yeməyim. Çünki məşq olunmayan bədən, məşqi keçməyən bədən, praktikasız olan bədən, o elə bil ki, blokdadır, yəni. Hə, pasiv olur və siz sadəcə istəklərin dalınca gedəcəksiniz, amma intuisiya olmayacaq. Yəni bədən, açıq, təmiz bədən, onun intuisiyası var. O artıq özü deyir ki, mən bunu yeyəndə nə hiss elədim, deməli bu mənə faydalı deyil, o pis, özünü pis hiss elədim, nəsə ağırlıq gəldi və s. Və məşq eləyəli, artıq bədən özü məncə məlumat verir ki, nə olduğunu dinləyir. Bizim artıq bir saatımız yavaş-yavaş sona çatır. Mən çox şadım ki, biz belə faydalı, məncə maraqlı bir söhbət apardıq. Hamıya təşəkkür edirik ki, bizə qoşuldular. Yenə 2, 3 və 4 may tarixlərində Bakıda Nine Senses Fest festivalı keçiriləcək. Həmin festivalda həm biz iştirak edəcəyik, bizdən qabaq, bizdən başqa, xaricdən gələn və yerli ustadlar iştirak edəcək. Həm yoga olacaq, müxtəlif enerji praktikalar olacaq, müxtəlif digər praktikalar, neyroqrafika olacaq, psixoloqlar olacaq, rəsm çəkənlər, səs terapiyası olacaq. Yəni çox maraqlı və faydalı belə dərslər olacaq. 3 gün dalbadal bilet alıb onlara ürəyiniz istədiyiniz yerə gedib, yəni dərs seçib rahat orada iştirak edə bilərsiniz. Çox sağ ol Sahib bu faydalı söhbətə görə. Təşəkkür edirəm hamıya və inşallah gələn efirlərdə görüşənədik. Sağ olun. Sağ olun.